Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Çınar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Test 65-də uzunluq mövzusu ilə qarşınızdayıq. Tapşırıq 1-dən başlayır. Çünki mövzu haqqında A variantında danışmışdım. O səbəbdən də burada davam etmiş olacağam. 1-də yazır ki, baxırıq ki, şəkilə çərtikə deyir ki, neçə sıraişə gülə çata bilərəm. Çərtikənin də bir sıraişi 75 sm-dir. Çərtikə ilə gül arasındakı məsafə isə 6 metrə bərabərdir. Biz 6 metri 75 sm-ə bölmək üçün ilk öncə 6 metri santimetr ilə ifadə etmiş olsaq 600 eləyəcək. Bunu da 75-ə bölsək 8 cavabını alaraq ki, doğru cavab C variantı. 2-yə baxırıq, yazı Günel 21 metr parçadan 2 dəfə 3 metr, 3 dəfə yarım metr kəsdi. Topda nə qədər parça qaldı? İlk öncə 2 dəfə 3 metr, 2-ni nə edirik? Vurmuş olarıq 3-ə. Bu eləyəcək 6 metr. 6 metr bir kəsdi. 3 dəfə yarım metr. Yarım metr eləyəcək 0,5 yazmayayım. Olur, kəsinə yazdım. Yəni 500 deyirəm, 50 sm etmiş olur. 50 sm vurmuş olsaq 3-ə, bu bərabərdir 150 sm etmiş olacaq ki, bu da 1 metr 50 sm olacaq. 6 metr, o da 1 metr 50 sm. Bunları toplamış olsaq, bu da bərabərdir 7 metr 50 sm kəsilmişdir. Və bundan sonra deyir ki, topda nə qədər parça qaldı və biz 21 metrdən çıxmış olaraq 7 metr 50 sm çıxmış olsaq, 7 metri çıxmış olsaydıq qaldı 14, buna bir dənə də 50 çıxsaq qalacaq 13 metr 50 sm qalmış olar ki, doğru cavabdır D variantı. Davam edirik. Növbəti tapşırıq 3-də yazır ki, misalı həll edin. A çıxılsın 7 metr 16 sm bərabərdir 12 metr 91 sm. A nəyə bərabərdir? A-nı tapmaq üçün biz bir ki A azalanda, azalanı tapmaq üçün fərqlə çıxılanı toplayırıq. 16 sm-dən 91 sm toplamış olsaq eləcək 107 sm etmiş olacaq. O 100-ü saxlayarıq. Burada 7 sm qalmış olacaq. 100-ü metrə çevirdik. 7 metrdən də 12 metr eləcək 19. O da 1 metr santimetrlərdən gəlmişdi. Elə də 20 metr. 20 metr 7 santimetr A variantında var. 4-ə baxırıq. Yazır ki, nöqtələrin yerinə dairənin hansı hissəsi uyğun gəlir? 7 kilometr, 7 metr, 8 santimetr. 7 kilometr. Burada santimetrlə bizdən istəyir. Biz bilirik ki, bilməliyik ki, daha doğrusu 1 kilometr bərabərdir 100.000 santimetrə. 100.000 santimetrə bərabərdir. Ona görə də 7 kilometr eləyəcək 700.000. O da 7 metrdə eləyəcək 700. 700.000 700 8 santimetr. 700.708 santimetr buradakı olacaq ki, bu da yaşıldır. Doğru cavab B variantı. Növbəti suala baxaq. 5-də yazır ki, uyğunluğu müəyyən edin. Bakı Sumqayıt yolu nə qədərdir soruşmuş olur bizdən. Yolun uzunluğu soruşur. Hə, yəni bunu kilometrlə ifadə etmiş olaraq əlbəttə ki. Bizdən uzunluğu nə? Burada suallar, hə, tamam, aşağıda da var. Ona görə tam olaraq görmədim. Deməli, bu kilometr olmuş olacaq 38 kilometr. Çünki məsafədir. Binanın hündürlüyü metrlə getmiş olur ki, bu da binanın hündürlüyünü bizdən soruşur. Əlbəttə, burada santimetrlə verilmişdir. 16 desimetr ola bilməli, 200 millimetrdə ola bilməz. Burada 5500 santimetrdir ki, bu da 55 metr etmiş olur. Deməli, belə yazaq da, 1-ə uyğun gəldi nə? 1 oldu D. 1 oldu daha doğrusu D variantı. Hə, 1-dir, buradan yazaq. 1 D'dir. Daha sonra 2 2 olacaq C. 2C'dir.
Kitabın hündürlüyü və onun kitabın hündürlüyü olacaq 200 deməli 200 millimetr ola bilər. Çünki bu santimetrlə olsa 20 santimetrdir. Ona görə də bu olacaq 200 hansıdır? B variantı olacaq. 3 olacaq B və 4 də olacaq yerləşmə. 4 də olacaq nə? 4 də olacaq 16 desimetr, yəni ki 1 metr 60 santimetr A olmuş oldu. Görək ki, hansı variant düzgün gəlir. 4A olanlar sonuna baxırıq budur. Deməli 1D, 2C, 3B, 4D A olan C variantı. 6-ya baxırıq. Yazır ki, nöqtələrin yerinə uyğun gələn uzunluq ölçü vahidləri hansı variantda ardıcıllıqla verilmişdir? Ekvatorun uzunluğu. Ekvatorun uzunluğunu kilometrlə hesablamış olaraq. İnsanın boyu 180 santimetr ola bilər. Evin hündürlüyü isə metr, 12 metr ola bilər. Deməli, burada olacaq kilometr birinci, daha sonra olacaq santimetr, daha sonra da olacaq metr. Kilometr, santimetr, metr D variantında verilmişdir. 7-yə baxırıq. Yazır ki, Uzqar dağ kəndinə gedən 5 kilometrlik yolun 4də 3 hissəsini asfaltladılar. Yolun asfaltlanmamış neçə metri qaldı? İlk öncə 5 kilometri metrə çevirmiş olsaq, necə 5000. 5000-i 4-ə bölüb 3-ə vursaq, yəni asfaltlanmış olacaq. Asfaltlanmamış 4 hissədən 3-ü asfaltlanıbsa, 4də 1-i də elə 1-ə 4-ə bölsək bəs edəcək. Bu da edəcək 1250 etmiş olacaq. 1250. 1250 metr qalıb. Bu da A variantında verilib. 8-ə baxırıq. Yəni ki, aşağıdakılardan hansı doğrudur? 140 millimetr, 7 metr, 40 millimetrdir. Xeyr, bu səhvdir. 860, yəni bu 740 millimetr heç 1 metrdə deyil. Yəni çünki 1000 millimetr olmalıdır, 1 metr olsun. 865 millimetr, 86 santimetr, 5 millimetrdir. Bu doğrudur. Çünki biz bilirik ki, millimetri santimetrə çevirərkən millimetri göstərən ədədi bir vahid sola doğru getmiş olsa, sağdan sola doğru. Nə qaldısa, bu santimetr göstərəcək, 86. Yerdə qalanda, yəni sağ tərəfdə olanda millimetri göstərmiş olur. Doğru cavabdır bu. Hansılar doğrudur deyir. Çünki başqa doğrular da var. Baxaq. Yazıb ki 1600 millimetr 160 desimetrdir. Bu yanlışdır. 16 desimetr olsaydı tamam. Çünki 1 desimetr 100 millimetrdir. Bu yanlışdır. 3025 millimetr 3 metr 2 santimetr 5 millimetr doğrudur bu. Çünki hər 1000 millimetr 1 metrə bərabərdir. Burada 3000 varsa, deməli 3 metr. 25 millimetr, burada da hər 10 millimetr 1 santimetrdir. 25-in içində də 2 dənə onluq var. 2 santimetr 5 millimetr. Deməli, hansılar doğru oldu? 2, 4, 2, 4 də B variantı. 9-a baxırıq. Yazır ki, hər gün bir dəfə Şəkidən Bakıya gedib qayıdan avtobus hər həftədə neçə kilometr yol qət etmişdir? Hər gün bir dəfə Şəkidən Bakıya gedib qayıdan. Şəkidən Bakıya 352 kilometrdir. Bir dəfə gedib qayıtsan, 352-nin 2 qatını getmiş olacaqsan ki, 352-nin də 2 qatı 352-ni vurmuş olsaq 2, 704. Bizə deyir ki, bir həftədə neçə kilometr getmiş olacaq? 704-ü də vurarıq 7-yə. 70-i vursaq eləcək 4900, o da 28. 4928 etmiş olur. D variantı. Onda yazır ki, 3 kilometrin 4də 3 hissəsi ilə 4 kilometrin 8də 1 hissəsinin fərqi nə qədərdir? 3 kilometrin 4də 3 hissəsi 3 kilometri 4-ə bölmüş olsaq, yəni 3000-i bölmüş olaraq, bu da eləyəcək 750. 750 də 3-ə vursaq, 2250, 2250, şifahi onu deyirəm. Digər tərəfdə 4 kilometrin 8də 1 hissəsi, bu da 570 olur.
Çıxarıq 500-ü. Bu da bərabərdir 1750 cavabını alırıq ki, doğru cavab C variantı. Növbəti 11-ə baxırıq. 11-də yazır ki, ipin yarısı 5 bərabər hissəyə bölündü. Hər hissənin uzunluğu nə qədərdir? Öncə ipin uzunluğuna baxır ki, 90-dır. Yarısı 45 etmiş olacaq. 45-i də 5 bərabər hissəyə bölmüş olsaq, hər hissənin uzunluğu 9 metr etmiş olur ki, bu da bərabərdir. Bizdən desimetr 90 desimetr olacaq. Doğru cavab B variantı. 12-yə baxırıq. Yazır ki, 5də 1 hissəsi 400 metr olan məsafə ilə 480 metrlik məsafənin cəmi nə qədərdir? 5də 1 hissəsi 400 metrdir. Hissəsinə görə ədədi tapanda hissəsi verilmiş ədədi kəsirin sürətinə bölüb məxrəcinə vurmuş olarıq. Yəni 400-ü 1-ə bölərək 400. Bunu da vurmuş olarıq 5-ə. Bu da bərabərdir 2000 etmiş olacaq. Və 2000-dən 480 metrin cəmi soruşur. İstəyir 2480 C variantı. 13-də yazır ki, boş xanaya neçə yazılsa bərabərlik doğru olar. 7 desimetr 70 santimetr yazılsa doğru olmuş olacaq. Doğru cavab B variantı. Olmaz. Çünki bu nəyə gözüm gördü? Olmaz altına xətt çəkilib. Çünki 700 mm-də gördüm ki, bu da doğrudur. Deməli 0,7 də doğrudur. Zaten 0,7 metr. Hansı doğru deyil? Doğru olmaz olan, yəni doğru olardı. D variantıdır. Doğru olmaz. Çünki 7 desimetr 0,7 metrdir. 70 santimetrdir. 700 millimetrdir. Amma %7 kilometr olmuş olmaz. Çünki 1 kilometr 10.000 desimetrdir. 7 desimetrdə 10.000-də 7 olacaq. Yəni 0,10.000-də 7 kilometrə bərabər olacaq. Əgər bu kilometr isə olmalıdır neçə? Bu cür olmalı idi. Yəni vergüldən sonra 4 rəqəm, amma burada yoxdur. 14-də baxırıq, yazır ki, verilən ölçünün santimetrdə ifadəsi hansıdır? 9 mm-dirsə 1 santimetr 10 mm. 9 mm 10'la 9'udur. Bu da 0,9 santimetr etmiş olacaq ki, A variantında var. Yazıb ki, 5'də 3 kilometr neçə metrdir? 5'də 3 kilometr 1 kilometr 1000'dir. 5'də 3'ü də 670 olur. B variantı. 16'da yazır ki, Rənanın boyu 1,56 metrdir. Turalın boyu isə 1,62 metrdir. Uşaqların boylarının uzunluqlarının cəmi nə qədər edir? 56 ilə 62-ni toplasaq 118 etmiş olacaq. 118 metrinə yazıb, tamam. 118, 18 yazdıq. 1 ilə 1 toplasaq 2, o da 1, 3. 318 santimetr, %18 metr etmiş olacaq ki, doğru cavab da C variantı oldu. Bu qədər. Növbəti mövzunun izahı ilə qarşınızda olarıq. Hələlik sağ olun.